Salam əziz şagirdlər, bu gün sizinlə test toplusundan bir məşğullu tənliklər və məsələlər bölməsinin kvadrat tənlikləri və onların araşdırılması alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk misal 16 nömrəli sualdır və sualda deyilir: 5x çıx 4 vurulsun x üzərinə gəl 8 bərabərdir 0 tənliyinin kökləri cəmini tap. Əgər hasil sıfıra bərabərdirsə, deməli vuruqlar ayrı-ayrılıqda sıfıra bərabər olmalıdır. Bu şərtdən istifadə edərək 5x çıx 4 bərabərdir 0 və x üzərinə gəl 8 bərabərdir 0 şərtlərin hər ikisini yoxlayırıq. Burada 5x bərabər olur 4-ə, x bərabərdir 0,8-ə. İkinci halda isə x bərabər olur -8-ə. Bu köklərin hər ikisi ödəndiyi üçün birinci kökə x1, digərinə x2 deyə bilərik. Bizdən köklərinin cəmi soruşulur, yəni x1 üzərinə gəl x2 bərabərdir 0,8 çıx 8, bu isə -7,2 edir. Düzgün cavabımız eləyir A variantı. Növbəti sual 18 nömrəli sualdır və deyir ki, tənliyin müsbət kökünü tapın. Bu tənliyi ilk əvvəl köçürək, x-in kvadratı üzərinə gəl 2x çıx 3 vurulsun x-in kvadratı üzərinə gəl 2x üzərinə gəl 2 bərabərdir -4 şəklindədir tənlik. Bu formada tənliklərin daha sadə həll olunması üçün bir əvəzləmə etmək daha məqsədə uyğundur. Bu tənliyimizdə görürük ki, x-in kvadratı üzərinə gəl 2x ifadəsi mötərizənin hər ikisinin daxilində var. Gəlin bu ifadəyə biz bir t deyək, t ilə əvəz eləmə eləyək. Daha sonra əvəzləməni yerinə yazsaq, t çıx 3 və digər mötərizədə isə t üzərinə gəl 2 bərabərdir -4 alacağıq. Mötərizələri vurub açaq. T-nin kvadratı üzərinə gəl 2t çıxılsın 3t çıxılsın 6, 4-ü də sağ tərəfə atsaq, üzərinə gəl 4 bərabərdir 0 eləyir. Sadələşdirək, t-nin kvadratı çıxılsın t çıxılsın 2 bərabərdir 0 halını alır tənlik. Buradan viyyətini də tapa bilərik kökləri və yaxud biz hələ ki viyyətə keçməmişik deyək. Diskriminantdan istifadə edək. Diskriminantımız bərabərdir 1 üzərinə gəl 8, o isə bərabərdir 9. T1 bərabərdir 1 üzərinə gəl 3 bölünsün 2 bərabərdir 2-yə. T2 bərabərdir 1 çıx 3 bölünsün 2, o isə bərabərdir -1-ə. T'lərin qiymətlərini tapdıq. İndi gəlin biz x-ların qiymətini tapmalıyıq. Bunun üçün də əvəzləməmizdə t'ləri gətirib x-ların yerinə yazaq. Birinci halımız üçün x-in kvadratı üzərinə gəl 2x bərabər edir t-yə, yəni bir dəfə t1-ə götürək. t1-ə x-in kvadratı üzərinə gəl 2x bərabərdir, yəni 2-yə. Buradan x kvadratı üzərinə gəl 2x çıxılsın 2 bərabərdir 0 alırıq. Diskriminantı tapsaq, diskriminant bərabərdir 4 üzərinə gəl 8, yəni 12. Biz burada 12-ni birbaşa kökdə yazmayıb. Kökdə 12 yazırıqsa əgər, sağ tərəfdə də kökdə diskriminant yazaq. Deməli, sonra x1 tapmaq üçün burada -2 çıxılsın kök altında 12 bölünsün 2-ni əldə etməliyik. x2-ni tapmaq üçün isə -2 üzərinə gəl kökdə 12 bölünsün 2 əldə olunmalıdır. 2 kökü tapdıq artıq. Digər kökü də axtarmaq lazımdır. Müsbət kökü soruşulur. Biz burada artıq misalın cavabını tapmışıq. Lakin digər kökləri də yoxlamaq bizim üçün önəmlidir. Digər kökümüz ikinci halda x-in kvadratı üzərinə gəl 2x bərabərdir t2. t2-miz bizdə -1-dir. Yəni x-in kvadratı üzərinə gəl 2x üzərinə gəl 1 bərabərdir 0. Bu ifadə x üzərinə gəl 1-in kvadratının 0 olduğunun, yəni x üzərinə gəl 1-in 0-a bərabər olduğunu, yəni x-in -1-ə bərabər olduğu halı göstərir. Gəl bu
kökə x3 ilə işarə eləyək. Deməli, x3-ümüz mənfidir, bizdə müsbət kök soruşulur. Bunu istəmir. Daha sonra x1-imiz də mənfidir. O da lazım deyil. X2 müsbət kökdür bizdə. Gəlin bu kökü bir qədər sadələşdirək. -2 üzərinə gəl 2 kökdə 3 bölünsün 2-dir. Bu isə bərabərdir. -1 üzərinə gəl kökdə 3-ə. Bu kökləri bir-birindən ayırım. Qarşılıqlı olmasın. Deməli, bizdə ikinci kökümüz müsbət kökdür. -1 üzərinə gəl kökdə 3. O isə kökdə 3 çıx 1-ə bərabərdir. Düzgün cavab eləyir. D variantı. Keçirik növbəti suala. Növbəti sual 27 nömrəli sualdır. Sualda deyilir. Mötərizədə k çıx 3 vurulsun x kvadratı üzərinə gəl 6x çıxılsın k kvadratı üzərinə gəl 2k bərabərdir 0. Tənliyinin köklərindən yalnız birini sıfıra bərabər edən k parametrinin parametrlərinin cəmini hesablayın deyir. Köklərindən yalnız birini sıfıra bərabər eləmək tələb olunursa, biz bilməliyik ki, burada ilk əvvəl kvadrat tənliyimizi standart hala gətirək, çevrilmiş kvadrat tənliyi eləyək. Yəni, hər bir həddimizi k çıx 3-ə bölək, k çıx 3-ə bölürük. Burada da k çıx 3-ə bölürük. Və eyni zamanda burada da k çıx 3-ə bölürük. Lakin burada mənfi işarə yaranacaq, onu unutmayaq. Yəni, bizim tənliyimiz ümumi şəkildə olur. X kvadratı üzərinə gəl 6 böl k çıx 3 x çıxılsın k kvadratı çıx 2k bölünsün k çıx 3 bərabərdir 0 alır kvadrat tənlik. Artıq çevrilmiş kvadrat tənliyi aldıq. Deyir ki, köklərindən yalnız biri sıfırdır. Köklərindən yalnız biri sıfıra bərabərdirsə, bu zaman həmin kvadrat tənliyin köklərinin hasili sıfıra bərabər olmalıdır. Yəni, sərbəst həddimiz digər isə sıfırdan fərqli olmalıdır. Sərbəst həddimizi yazırıq. Yəni, k-nın kvadratı çıx 2k bölünsün k çıx 3 bərabər olsun 0-a deyək. Təbii ki, k-mız bərabər ola bilməz 3-ə, məxrəc 0 olmur. Deməli, sürət 0 olmalıdır. K-nın kvadratı çıx 2k bərabərdir 0-a. K-nı mötərizə xaricinə çıxarırıq. Burada köklərin cəmi birbaşa 2-də tapmaq olardı. K bərabərdir 0-a, K bərabərdir 2-yə. Bizdə K parametrlərinin cəmi soruşulur. Yəni, 0 üzərinə gəl 2, o isə bərabərdir 2-yə. Düzgün cavab eləyir D variantı. Növbəti sualımız 33 nömrəli sual və sualda deyilir. X kvadratı üzərinə gəl cx üzərinə gəl 6 bərabərdir 0 tənliyinin köklərindən biri, deyək ki, x1 bərabərdir kök altında 10 üzərinə gəl 4 olarsa c-ni tapın. Tənliyin köklərindən biri kökdə 10 üzərinə gəl 4-dürsə və burada köklərin hasilinin 6 olduğu da verilib. Yəni, x1 vurulsun x2 bərabər olmalıdır. x1-imiz var. Yazaq. Kök altında 10 üzərinə gəl 4 vurulsun x2 bərabərdir 6-ya. Diqqətlə baxsaq, görərik ki, x2-ni tapmaq üçün 6-nı kökdə 10 üzərinə gəl 4-ə bölməliyik. Bu ifadəni mən 4 üzərinə gəl kökdə 10 kimi yazsam, daha faydalı olar əslində. Toplanılan yerini dəyişdim. Buradan biz nə alırıq? Görürük ki, sürəti və məxrəcin qoşmasına vursaq, olur 6, 4 çıx kökdə 10, məxrəcdə isə 16 çıx 10 eləyəcək. Yəni, 4 üzərinə gəl kökdə 10, 4 çıx kökdə 10 kimi yaza bilərdik. Yəni, bu ifadə 6-nı verir. 6 ilə 6-nı ixtisar eləsək, olacaq 4 çıx kökdə 10. Bu ikinci kökümüz elədir. Bizdən C soruşulurdu. Biz bilirik ki, C əks işarə ilə köklərinin cəminə bərabərdir. Əks işarə ilə mötərizə daxilində yazacağım. Köklərin cəmi, yəni x1-imiz kökdə 10 üzərinə gəl 4-dür. Üzərinə gəl. x2-miz isə bu x1 idi. x2-miz isə 4 çıx kökdə 10-dur. Yəni, 4 çıx kökdə 10. Bizdə kökdə 10-lar islah getsə, 8 mötərizənin qarşısındakı mənfini unutmuruq. Misalın cavabı eləyir A variantı -8. Növbəti suala.
keçirik. Növbəti sual 38 nömrəli sualdır və sualda deyilir ki, 3x kvadratı üzərinə gəl bx üzərinə gəl 4 bərabərdir 0. Tənliyinin köklərindən biri -1, digər kökü isə başqa bir tənlik verilib. Yəni 6x üzərinə gəl b çıx 2 bərabərdir m tənliyinin kökü ilə üst-üstə düşürsə, m1-i tapın. Bu tənliyin köklərindən biri -1 verilibsə, gəlin burada birinci tənliyimizdə x-a ilə -1 deyək. Fərqi yoxdur, x1-dir, x2-dir. Biz x-ların yerinə -1 yazıb b-ni tapa bilərik. Yəni 3 çıxılsın b üzərinə gəl 4 bərabərdir 0 alınır. X-ların yerinə -1 yazsaq və burada b bərabər olur 7-yə. B-nin 7 olduğunu tapdıq. Gəlin tənliyimizdə b-nin yerinə 7-ni yazıb o tənliyin digər kökünü də tapaq. Çünki bizdə digər kök verilən tənliyin köküdür. Gəlin digər kökü tapmaq üçün b-nin 7 olduğunu da unutmuruq. Tənliyimizdə b-nin yerinə 7 yazırıq. 3x kvadratı üzərinə gəl 7x üzərinə gəl 4 bərabərdir 0 şəklində olur tənlik. Və bu tənliyin köklərini müxtəlif yollarla tapa bilərik. Vurğuları ayıraq. 3x kvadratı üzərinə gəl 3x üzərinə gəl 4x üzərinə gəl 4 bərabərdir 0 kimi. 7x-i 3 və 4 kimi hissəyə parçalasaq, 3x-i mötərizə xaricinə çıxarıram ilk ikisindən, x üzərinə gəl 1 qalır, üzərinə gəl 4-ü mötərizə xaricinə çıxarsam, x üzərinə gəl 1 qalacaq, bərabərdir 0-a. X üzərinə gəl 1-i orta məxrəc çıxarıram bu dəfə hər iki vurğudan, olur 3x üzərinə gəl 4 bərabərdir 0. Hər ikisini ayrı-ayrı sıfıra bərabər eləsək, x bərabər olur -1-ə. Bu kökü biz bilirdik. Bu x1 olsun. X2 isə bərabər olur -4/3-ə. Bu isə ikinci kökümüz oldu. Və bizə də deyirdi ki, bu ikinci kökümüz digər tənliyin kökü ilə üstə düşür. Gəlin digər tənlikdə x-in yerinə -3/4-ü yazaq. Yəni, gəlirəm tənliyin yanına 6 vurulsun -3/4 üzərinə gəl. B-mizin qiymətini tapmışdıq. 7 idi. 7 çıx 2 bərabərdir m. Sadələşdirməni eləsək, ixtisar eləyək. -8 üzərinə gəl 7 çıxılsın 2 bərabərdir m alırıq. Və m bərabər olur -3-ə. Düzgün cavab eləyir B variantı. Növbəti sualımız isə 39 nömrəli sualdır. Və sualda deyilir. A parametrinin hansı qiymətində x kvadratı üzərinə gəl ax üzərinə gəl 2 bərabərdir 0 və x kvadratı üzərinə gəl 2x üzərinə gəl a bərabərdir 0 tənliklərinin ortaq həqiqi kökü var. Ortaq həqiqi kök varsa, deməli biz bu ortaq həqiqi kökə x deyək və yaxud x1, x2 də deyə bilərik, fərqi yoxdur. Birinci tənliyimizin kökləri olsun x1 və x2. İkinci tənliyimizin kökləri olsun x2 və x3. Yəni x3 hər iki tənlik üçün ortaq kök olsun. Hər iki tənlikdə vieti tətbiq eləyək. Deməli, burada x1 üzərinə gəl x2 bərabər olur -a-ya. x1 vur x2 isə bərabər olur 2-yə. Digər tənlikdə yenə x2 üzərinə gəl x3 bərabər olur -2-yə. x2 vur x3 bərabər olmalıdır a-ya. Burada iki tənlik bu hissədə alınıb, iki tənlik bu hissədə alınıb. Məchullarımız çoxdur. Burada əvəzləmələr eləyib A-nı tapa bilərik. Necə tapaq? Gəlin burada müxtəlif üsullardan istifadə etmək olar, lakin gəlin elə bir üsuldan istifadə eləyək ki, daha əlverişli olsun. Bu tənliyə 1 deyək. Bu tənliyə
2 deyək. Bu tənlik 3, bu tənliyə 4 deyək. Gəlin birinci və dördüncü tənlikləri alt-alta toplayaq. Elə bil ki. Birinci və dördüncü tənlikləri alt-alta toplasaq, burada biz belə bir ifadə alacağıq. X1 üzərinə gəl X2 üzərinə gəl X2 vurulsun X3 bərabərdir 0-a. Daha sonra eyni şəkildə bu 1 və 4-ün toplanmasından idi. 2 və 3-cü tənlikləri toplasaq, 2 və 3-cü tənlikləri çarpaz. Toplasaq, burada da alacağıq X2 üzərinə gəl X3 üzərinə gəl X1 vur X2 o da bərabər edir 0-a. -2 və 2-nin toplanmasından. Və nəticədə biz bu tənlikləri alt-alta yenidən toplaya bilərik. Artıq yeni alınan tənliklərimizi alt-alta toplayaq. Və alt-alta toplamaqdansa gəlin çıxaq. Daha doğrusu çıxsaq daha əlverişli olacaq. Çıxaq alt-alta. Alt-alta çıxsaq görərik ki, burada x2-lər islah gedəcək. Aşağıdakı tənlikdən üsttəki tənliyi çıxacam. X3 çıxıb X1 bu ifadə hissəyə qalsın. Üzərinə gəl X1, X2 hasilindən çıx X2 vur X3 hasilini. Bu hissə bərabər olmalıdır 0-a. İlk hissəni saxlayaq. X3 çıxılsın X1 kimi. Üzərinə gəl. İkinci hissədən X2-nin mötərizə xaricinə çıxara bilərik. X2 vurulsun X1 çıx X3 bərabərdir 0. Burada X3 çıx X1-i mötərizə xaricinə çıxarsaq, X3 çıx X1-i mötərizə xaricinə çıxarıram. Bu hissədə diqqətli baxsaq 1 qalır. Bu hissədə isə X1 çıx X3 olduğundan çıx X2 olur. Səbəb isə odur ki, burada işarəni dəyişmişəm və deməli X2-nin qarşısındakı əmsalında işarəsi dəyişməlidir. Bərabərdir 0-a. Bu halda 2 bərabərliyimizin hər hansı biri 0 olmalı idi. Yəni X3 çıx X1 bərabər olmalıdır 0-a. Bu zaman X3 bərabər olur X1-ə. Bu hala baxaq. Bu halda biz nə deyə bilərik? Deyə bilərik ki, əgər X1 və X3 bir-birinə bərabərdirsə, bu kvadrat tənliklər ikisi də eyni formanı alacaqdır. Çünki X2-lər ortaq kök idi. X1 və X3 də eynidirsə, o da ortaq kök olacaq. Lakin burada bir təzad yaranır ki, əgər X1 və X2 bir-birinə bərabər olduğu halda bu tənliyimizdə A-mız 2 olmalı olur və tənliyimiz diqqətlə baxsaq, x-in kvadratı buraya yazacağım. Üzərinə gəl 2x, üzərinə gəl 2 formasını alır. Bərabərdir 0 deyək. Bu halda ümumiyyətcə tənliyin həqiqi kökü yoxdur. Burada diskriminant kiçikdir 0 alınır. Həqiqi kökü yoxdur. Yazaq. Həqiqi kökü yoxdur. Lakin bizdən deyir ki, ortaq həqiqi kökü var. Yəni biz bu hala baxmayacağıq. İkinci hala baxaq. İkinci halımızda isə görürük ki, 1 çıx x2 çıx x2 bərabər olmalıdır 0-a. Yəni x2 bərabər olmalıdır 1-ə. x2 1-ə bərabərdirsə, burada biz gəlib tənliklərimizdən A-nı tapa bilərik. A-nı tapmaq üçün x2-nin 1-ə bərabər olduğu yerdə burada alınır ki, x3 bərabərdir -3-ə və x3 -3-dürsə, x2 vur x3, yəni A bərabər olur -3 vurulsun 1-ə, o isə eləyir -3-ə. Bərabər. Deməli, A-mız olmalıdır -3. Bu halda tənliyimizin hər ikisinin ortaq kökü olur. Düzgün cavab eləyir B variantı. Keçirik növbəti suala. Növbəti sual 50 nömrəli sualdır və sualda deyilir. X kvadratı üzərinə gəl 3px üzərinə gəl p kvadratı üzərinə gəl 10p çıxılsın 5 bərabərdir 0. Dənliyinin 2 bərabər kökünün olması üçün p parametrinin ala biləcək qiymətlərin cəmini tapın. Dənliyin 2 bərabər kökünün olması üçün həmin
kvadrat tənlikdə diskriminant sıfıra bərabər olmalıdır. Bunun üçün gəlin A-nı, B-ni, C-ni təyin edirik bu ifadədə. Bu kvadrat tənlikdə A dediyimiz əmsal 1-ə bərabərdir. B dediyimiz əmsal 3P-yə bərabərdir. C dediyimiz əmsal isə P kvadratı üzərinə gəl 10P çıxılsın 5-ə bərabərdir. Və şərtdə dedik ki, diskriminant bərabər olsun sıfıra. Gəlin diskriminantın üsulundan istifadə edək. Diskriminant bərabərdir. B-nin kvadratı çıx 4AC. O isə bərabər olmalıdır sıfıra. Verilənləri yerinə yazaq. B-nin kvadratı, yəni 3B-nin kvadratı çıxılsın 4 vur. A-mız 1-dir, ehtiyac yoxdur. Və C-yə B kvadratı üzərinə gəl 10B çıx 5 bərabərdirsə sıfıra. Sadələşdirək. 9P kvadratı çıxılsın 4P kvadratı çıx 40P üzərinə gəl 20 bərabərdir sıfıra. 5P kvadratı çıx 40P üzərinə gəl 20 bərabərdir sıfıra. Hər tərəfi 5-ə bölək. Alırıq P-nin kvadratı çıxılsın 8P üzərinə gəl 4 bərabərdir 0. Və bizdə P parametrinin ala biləcəyi qiymətlərin cəmi soruşulurdu. Və buradan elə biz vietə baxsaq, P1 üzərinə gəl P2 soruşulursa, onların cəmi də bizə verir 8-i. Deməli, nömrəli sualın düzgün cavabı eləyir 8. Bununla da bu mövzuya aid olan suallarımızın izahının sonuna çatdıq. Növbəti videolarda görüşənədək.